Bu sirri sizə çoxları demir. Mən bu videoda bəzi açılmayan sirləri sizə deyəcəm, bəzi deyilməyən sirləri deyəcəm və sizin beyninizi hara fokuslandırıblar, onların açıqlamasını verəcəm. Çoxları bu açıqlamaları verə bilmir mən sual verəndə, çünki bunu sizdən gizlədirlər. Market makerlərə və yaxud da orada oturanlara bu mövzu sərf eləmir. Onun üçün sizdən gizlədirlər. Və özünüz də görəcəksiniz ki, mən sizə çox sirlərin açıqlamasını deyəcəm. Əgər kimsə video uzundursa, heyfsilənəcəksə və yaxud da baxmaq istəmirsə, əvvəlcədən bağlayıb videonu çıxıb gedə bilər. Ancaq baxmayan insanlar elə bir ki, trenddə həyatının yarısını itirdilər. Söhbət ondadır ki, yəni bu sirləri sizə heç kim demir. İndi isə gəlin birinci növbədə bu video diqqətlə baxın. Videonun müəyyən bir hissələrində müəyyən bir sirlərdən danışacağım. Çünki mövzunu indi mən başlayıram. Bir insan olur. Deməli o insan $1600 borc götürür 1970-ci illər ərzində və o insan $1600 eləyir 350 milyon 1980-cı illərəcən trade eləyir. Deməli necə o vaxtın $1600 indinin 16.000, yəni $16.000-dır. Burada biz rəqəmdə gəlin fokuslanmayaq. Niyə? Səbəb çünki mən sizə sirləri açıqlayacağım, özünüz də görəcəksiniz. Nətər olur ki, bu insan 1600 eləyir 16.000 və əlavə sirlərin hamısını biz aça-aça gedəcək. Bu strategiya məşğul olan insan deməli adlanıb tısbağa strategiyası, yəni tısbağa. Yəni tısbağa strategiyası sayılır. Kimsə istəyirsə bilmək, araşdırmaq, internetdə araşdırıb tapa bilər tısbağa strategiyası. Niyə tısbağa strategiyası? Çünki yəni az-az milyonlara doğru irəli addım atıblar. Görək bunların atdıqları addımda nələr əsas üstünlük təşkil edir və market makerlər və yaxud da bəzi yuxarıda oturanları bizim gözümüzü, yəni trenddə də necə deyim o fond birja alanında oturanlar nəzərdə tutan bizim gözümüzü nələrdən yayındırırlar və nələri bizi aldadıb gətirirlər, nələri bizi göstərirlər. İndi isə gəlin, mən deyəndə ki, trading riyaziyyatdır, ilk videolarımdan YouTube'da çəkəndə, danışanda o sözü mən tez-tez təkrarlamışam. Çoxları mənə dedi, sən dəlisən, gitsən, axmaqsan, poysan və s. Amma heç kim fikirləşmirdi ki, görəsən bu insan bir sözü deyirsə, bunun nəsə bir yəqin ki, açıqlaması var. Müəyyən bir hissəni mən bu günləri bu videoda sizə açıqlayacağım. İndi də keçən növbətdə bir. Bu insan həmən o 1600-ü eləyib 350 milyon. O vaxtın 350 milyon. Deməli nədir? Yəni tələbələrlə bir yerdə 350 milyon. Sonra isə götürüb ali 21 nəfər insanı götürüb, 2000 nəfər insanı götürüb və o insanları trade öyrədib. O insanlar cübəcür sahələrdə, yəni biri nə bilim şahmatist, biri nə bilim nə, hələ cübəcür sahələrdə işləyirdilər. Götürüb onları da trade öyrədib və onlar da 175 milyon qazanıb. Yəni öyrətdiyi komanda 175 milyon qazanıb. Nətər olur ki, bunlar da öyrətdiyi komanda 175 milyon. İndi biz bunu win rate-nə və s. nəzəriyyət etdikdə görəcək ki, bu ən tuxta strategiyalardan biriymiş. Gəlin baxaq səbəbin açıqlamasına baxaq və görək ki, biz belə addımlasaq gələcəkdə bizi nə gözləyir. İndi isə gəlin. Deməli o insanın bir qaydası vardı. Yəni balansını maksimum 2%-dən yuxarı istifadə eləmə. Yəni hər əməliyyatda. Deməli bu nədir? İndi mən sizə bunun açıqlamasını verirəm. Çünki hər bir sirrin üstündə biz müəyyən qədər açıqlama verəcək. Yəni bu video çox çəkə bilər. Çox çəksə də sizə çox faydalı olacaq bu video. Yenə də deyirəm, sizin özünüzdən asılı. Baxın, siz baxmayın. Yəni heç olmasa əziyyətimə görə bəyənin, paylaşın, like vurun. İndi isə gələn. Çünki mənim kimi sizin üçün mövzular çəkən yoxdur. Deməli gəlin baxaq. Deməli burada nədir? Əgər kimsə Forex-dədirsə, artıq bilirsə, qızılda trade edirsə, deməli $1000 balans, minimal $1000 balans götürək. $1000 balans deməli onun 100-ə böləndə eləyir $10. Deməli bunun 1%-i $10-dır. Bu nə deməkdir?
Deməli biz maksimum 20% risk ata bilərik. Deməli 0.01-lə əməliyyat açırıqsa, götürək tutalım ki, biz stopumuzu standart olaraq ancaq 100 pip qoyuruqsa, məsəl üçün deyirəm, onda bizim 10 dollardır. 10 dollar. Biz isə deyib ki, maksimum 2%-dən istifadə edərik. Deməli, əgər balansın 1%-dən istifadə edə biliriksə, onda bizdə bizim 100 dəfə şansımız var. Yəni 100 şansımız var. 100 dəfə stop ola bilərik. Bu nə deməkdir? Sən 100 dəfə dalbada stop olmağın, sən ən avamlı bir trader olasan ki, 100 dəfə dalbada stop olasan. Sən onda trader sayılmırsan. Heç nə öyrənməmiş qrafikə yaxınlaşmısan. İndi isə biz baxaq, bunu niyə qoyublar və nə üçün qoyublar? Bir balansın 1%. Deyir ki, yəni maksimum 2% istifadə edə biləcək. Əgər mən maksimum balansın 2% istifadə edirəmsə, onda olur 50 dənə mənim şansım. Bu olur ki, 50 dənə mənim şansım var. 50 dənə. İndi isə biz buna baxaq. Yaxşı. Götürək standart future nəzərə yetirək. Çünki bəzi insanlar future-də də mənə deyəcək ki, future nədir? Məsələn, future-də də təsəvvür edin ki, sizin 100 dollarınız var idisə, sizin riskə atdığınız, yəni stopun məsafəsi elə bir lot, elə bir cins seçirsiniz ki, stopun məsafəsi 1 dollar olur. 1 dollar. Bu da odur ki, yəni 1% balansı maksimum 2 ola bilər stopun məsafə dəyəri. Yəni real sənin balansından çəkdiyi puldan söhbət edirəm, çiyinlərin əlavə elədiyi sənin pozisiyanın məbləğindən söhbət eləmirəm. İndi isə gəlin, onu özünüz tənzimləyəcəksiniz, future-da işləyənlər bilir. İndi isə gəlin və bunun bir qaydası və deyib ki, trendi istiqaməti doğru hərəkət eləməliyik. Bu da İndi isə gəlin baxaq. Bu insan başa salır ki, əgər tutalım ki, indi bu nəyi nəzərdə tutub? Balansın 1%-ni götürüb 10.000 hesaba uyğun hesablayıblar. Burada tutalım. Sən elə bir ki, əməliyyat 2-dən açsan və hər əməliyyatda sən 100 dollar itkiyi verirsən, yəni stop olursa, hər bir stopun məsafəsi 100 dollarlıqdır. Sən 100 dollar stop oldun, 100 dollar stop oldun və bir əməliyyatda, 3-cü əməliyyatda sən 800 dollar qazandın. Bu deməkdir ki, 800-dən 200-ü çıxanda sən 600 plusdasan. Görürsən mi? Sən 600 xeyrdəsən. Bu nədir? Sən 3 əməliyyat eləmirsən, 3 əməliyyatdan, indi bunun hamısının açıqlamasını sillərim verəcəm getdikcə. Diqqət, lap yaxın oturun ekrana. 3 əməliyyatdan bir əməliyyatda sən artıq itkivi də qarşılayırsan və üstəlik xeyrə də çıxırsan. Bu necə ola bilər? Sən 3 əməliyyatdan biri düz gəlir. Bu win rate heç 50% də eləmir. Nətər olur bu? İndi biz bunun açıqlamasına gedib baxırıq, diqqətlə gedib baxırıq. Bax, burada belə bir cədvəl göstərilib. Tutalım ki, məsəl verib ki, müəyyən qədər pozisiyalar açılıb, yəni əməliyyatlar açılıb və onlar stopda itirdikləri məbləğ 147 itirib. İndi mən standart olaraq 10 dedim. Sən həmişə elə 10 məsafə qoymusan axı, belə deyə, düzdürmü? Elə səni oxuyub ölçürsən ki, 7 dollarlıq məsafə qoysan, eləsi olur ki, 6 dollarlıq məsafə qoysan. İndi mənim tələbələrim öyrənir, məsəl üçün, adicə tələbələrim artıq deyirlər, qızıl çox riskli yerdir, qızıl çox riskli, filan şey. Minimal balans 1000 dollarla başlamaq lazımdır, amma mənim tələbə 200-300 arası başlayıb davam edir yolu. Səbəb mənim ona öyrətdiklərimdir. Davam edir. İndi isə biz burada diqqət yetirin nəyə? Bir minusdur, ikinci minusdur. Görürsən, ümidcə nə qədər itirir və sonra 1420 plusdadır. Sonra təzdən minus. İndi gəlin belə baxaq. Birinci minus, ikinci minus, üçüncü, dördüncü stop, beşinci stop, altıncı əməliyyatda 6540 tutdu. Yenə də deyirəm, qayda maksimum sən balansının, yəni stopun məsafəsi olur 2%. Bu da dediyim kimi, əgər qızıldasansa, o limiti keçmirsən, 0.02 ilə girirsənsə və sənin stopun məsafəsi maksimum 20 dollar olursa, sən o limiti keçmirsən. Standart, hamısında standartdır. Sən 20 itirdin, bax 20. İndi təqribən burada prosta biraz böyük, biraz balaca olur da, nə mənada? Hamısını sən 100 piplik qoymusan, axı yenə də deyirəm. Eləsi olacaq 15 dollar, eləsi olacaq 10 dollar. Baxın, indi girdin əməliyyata, harda stop qoymasın, özün təyin edirsən. 1 itki, 2 itki, 3, 4, 5 əməliyyat stop olub. 6-cı əməliyyat bunu 6540 qazandırıb.
6-cı əməliyyat artıq bu 5-in də pakrat elədi, üstəlik də sən xeyrə çıxdı. Sonra necə olub? 1, 2, sən 9220 qazandın. 1, 2, 3 və sonra daha neşir o üçün. İndi siz bunların hamısı minusları toplayın və plusları toplayın. Görün bu insan xeyirdə mi qalır, yoxsa mənfidə mi qalır? Onu özünüz kommentdə zəhmət olmasa qeyd eləyəsiniz. İndi isə səbəb nədir? Biz onu gəlin bir açıqlamasını verək. Bax, burada belə bir cədvəl var. Bunu mən paylaşmışdım. Çoxları dərk eləməmişdi, çoxları anlaya bilməmişdi. Biz əməliyyat açanda bir cədvələ keçməmişdən əvvəl sizə bir açıqlama verim. Kimsə bilmirsə bilsin. Bilənlər də artıq birin biri odur. Əgər mən tutalım 10 dollar risk atıramsa, stopun məsafəsi 10 dollardır, mənim qazancım da 10 olacaqsa, o birin birədir. Əgər mənim qazancım 20 olacaqsa, bu birin 2-yədir. Əgər mənim qazancım 30 olacaqsa, o birin 3-ədir. Əgər 40 olacaqsa, birin 4-ədir. Əgər 50 olacaqsa, birin 5-ədir. Əgər 10 olacaqsa, birin 100-ədir. Gördünüz? İndi bildiniz nə deməkdir? Bax, indi biz bir-bir baxacaq və götürək ki, ortalama 10 yox, bir dəqiqə. Ortalama bizdə 10 əməliyyatdır. Yəni 10 əməliyyat, hər bir əməliyyatımız bizim 10% sayılır. Yəni 10 əməliyyat bizim 100%-dir. Onu böləndə ona bizim bir əməliyyatımız 10% sayılır. Yəni bu 20% olur 2 əməliyyatımız. Deməli, əgər birin birə biz həmişə işləyiriksə birin birə, onda bizdə dostlar 20% əməliyyatımız, yəni 10 əməliyyatdan ikisi düz gəlsə, 8-i səhv gəlsə, ancaq düz gələnlərdən söhbət elə. Biz artıq itkidə olacaq, yəni mənfidə. 30%, yəni faizlə əstəğfurullah, 30% səhv gəlsə, yəni 3 dənə. 3 dənəsi düz gəlsə, əstəğfurullah, 7-si səhv gəlsə, biz itkidəyik. Yəni balans yenə də mənfidə qalır. Əgər 40%, yəni 4 dənəsi düz gəlsə, 10 əməliyyatdan yenə də biz itkidəyik. 5 dənəsi düz gəlsə, biz bərabərdəyik, yəni bərabər. Bizim balansımız bərabər olur. Əgər 6 dənəsi düz gəlsə, biz xeyrə çıxırıq. Onun üçün biz diqqət yetiririk. Əgər birin birə seçiriksə, deməli biz gərək ən azı 10 əməliyyatdan 6-sı olsun ki, biz xeyrə çıxaq. Gördünüzmü? Sərf eləyir, sərf eləmir, özümüz baxasın. İndi isə gəlin biz baxaq birin 2-yə. Birin 2-yə. Birin 2-yədirsə, bizim 2 əməliyyatımız düz gəlsə, biz mənfidəyik. 3 əməliyyatımız düz gəlsə, biz təzədən mənfidəyik. 4 əməliyyatımız düz gəlsə, biz artıq xeyrə çıxırıq. Yəni, deməli 10 əməliyyatdan 4 düz gəlməlidir ki, hamısı da birin 2 olmalıdır. Yəni 10 stopun məsafəsi, qazancı 20 minimum, yəni söhbət gedir 20. Onda biz gərək biz xeyrə çıxaq. Yaxşı, bunu biz anladıq, bunu biz dərk elədik, sonra qalanlar da xeyirdir. Və belənçi birin 3-ə olsa necə olur? Birin 3-ə olsa bizim, əstəğfurullah, dəqiqə birin 3-ə olsa bizim yəni 20 faizimiz, yəni 2 əməliyyatımız düz gəlsə, biz mənfidəyik. Artıq 3 əməliyyatımız düz gəlsə, biz xeyrdəyik. Artıq biz plusdəyik. Təsəvvür etsin, 1-in 3-ə işləsən əgər. Sonra 1-in 4-ə sən artıq 2 əməliyyatın düz olsa 10 əməliyyatda, sən bərabərsən, yəni balansın bərabərdir, itkin yoxdur. Əgər ucu artıq ondan yuxarı varsa, sən xeyrdəsən. Amma 1-in 5-yə işləyirsənsə, sənin 2 əməliyyatın düz gəlirsən, sən artıq ucu xeyrdəsən. Artıq xeyrdəsən. Bu nədir? 1-in 5-ə, deməli sən itkin olur 10, bir itkin. Elə bir ki, itirdin. Düzdürmü? Toz, əstəğfurullah, 8 dənə itirdin 1-in 5-ə. Bax, 8. 1-in 5-ə. 8 dənə itirmirsən olur 80, düzdürmü? 8 dənə itirmirsən. Yəni 8 dənə 10 itirmirsən sən. 8 dənə əməliyyat itirmirsən. Minus 80.
Hərəsi 10 stopun məsafəsi 10-dur. Amma 2 dənə əməliyyatı sən qazanmısan. 2 dənə əməliyyatı sən xeyirlə tutmusan. 1-in 5-ə təqribən. Yəni minimum 1-in 5-ə. O da eləyir ki, 50 qazanmısan, 50 qazanmısan. Deməli, bu da eləyir 100. 100-dən də 80 çıxanda sən 20 xeyirdəsən. Yəni 2 əməliyyatın düz gəlsə, sən xeyirdəsən. Gördünüzmü? İndi isə 1-in 10-a baxaq. 1-in 10-u da elə həmən vəziyyətdə onu da çəkməyə ehtiyac yoxdur. Sən əgər 80 itirmisənsə, yəni 20% əməliyyatın düz gəlirsə, o da 2 dənə əməliyyatımız eləyir. Hə. Sən əgər qazanırsansa 100 bir əməliyyatdan 100. Deməli 2 dənə əməliyyatdan qazanacaqsan, bir dənə də 100, o da eləyəcək 200. 200-dən də 80 çıxanda sən 120 xeyirdəsən. 2 əməliyyatdan sən xeyirdəsən. Ancaq 1-in 10-a, yəni minimum qazancın 10-dursan. Bax, bu cədvəli çoxvuz dərk eləmiş. İndi gəlin başa salın. Win rate-ə qaçmaq lazımdırmı? 50% win rate olan insan disiplinlidirsə, tradingdə əsas mövzuları bilirsə, gic-gic konseptləri öyrənməyibsə, əsas mövzuları bilirsə, əsas tradingdə lazım olan analiz, üsulu bilirsə, o insan 50%-lə də xeyirdə olacaq, 40% win rate-lə də xeyirdə olacaq. Həmişə qazanclara çıxacaq, həmişə kaşlokunu dolduracaq. Hansı ki, win rate 60% olan insan və tez-tez skalpel xırda, yəni açıb əməliyyatdan 1-in 1-ə işləyən insan çox əziyyət çəkəcək ki, minimum sən 1-in 3-ə işləyəsən və yaxud da 1-in 2-yə. İndi gördünüzmü? İndi burada fərq, bir fərq. İndi ikinci bir fərq. Burada izah edir ki, hər əməliyyat, 9 əməliyyatda sən 1% itirmisənsə, itkin 9% eləyir. Və sən bir əməliyyatda 25% tutmusansa, artıq 25-dən 9 çıxanda, bir dəqiqə, 25-dən dostlar 9 çıxanda bu nə qədər eləyəcək? 16% sən plusdasan, düzdürmü? Əlbəttə ki, 16% sən artıq plusdasan. Bunu qoyduq bir qırağa. İndi isə gəlin bir məqama diqqət yetirək dostlar. Ən əsas məqamlardan birinə. Bu məqam nədir? Qayıdaq biz arxaya. Elə bu hissədə qalsın qoy. Qayıdaq biz arxaya. Niyə? Çünki burada izah eləmək biraz yaxşıdır. Ekran göydür, açıq eləməyəcəm. İndi isə biz diqqət nəyə yetirək? Balans müəyyən qədər biz faizlə söhbət edirik. Balansın faizindən söhbət gedir. Biz məbləğindən yox. 1% və yaxud da 2% balansın faizindən. Bu nədir? Növbəti dəfə biz balansımızı 2000-ə gətirib çıxartdıqda artıq bizim açdığımız əməliyyat maksimum qızılda işləyiriksə, yəni minimum 0.2 olur, 0.2, maksimum isə 0.04 olur. Artıq bu bizə şərait yaradır və imkan yaradır ki, biz artıq bu dəfə 1000 əlavədən əlavə 2000 qazanaq. Yəni bizim bunu tutalım ki 0.04 ilə işləyib və balansımızı 3000-ə gətirib çıxartmaq bizə yəni tez olacaq. Yəni bizim üçün o tez olacaq. Niyə? Çünki artıq bizim qazanclarımız çox olacaq. Çünki bizim qazanclarımız 4 dəfə artacaq. 0.04-ü götürdükdə biz 2000 balansdan bizim 50 dənə şansımız olur. Əgər 0.02-ni götürsək, yəni 1%-in balansın, onda bizdə 100 dənə şansımız olur. Yəni 100 dənə bizim şansımız var. Dostlar, indi isə biz diqqət nəyə yetirməliyik? Yenə də belə götürsək, biz tez bir zamanda gətirib onu 2000-i 3000 eləyəcək. 3000 etdikdə balansı biz artıq 0.03 ilə hərəkət edəcək. Qızılda deyirəm ha.
Ondan sonra davam edib biz balansı gətirib əgər 4000 etsək 0,04 ilə addım atacaq. Fikir verirsinizmi? Yəni bunun 2 qatını eləsək artıq balansın 2%-ni istifadə etmiş oluruq. Yəni stop məsafəsini. Bu da odur ki 8 və biz arada bunu 2%-ni də istifadə eləyərik. Ürəyimiz istəsə 1-dən, 2-dən ya da istifadə eləyə bilərik. Onu 0,08 eləyə bilərik ki, yəni bir balaca arada olsun da maksimum yəni 2% istifadə eləyək. Məsələn 3 dəfə 1% elədik, bir dəfə də 2% istifadə eləyək. Arada hansı yerdə bir balaca inam çoxdur. Bu momentdə, bu anda bizim qazancımızda 3000'i tez bir zamanda biz 4000'e gətirib çıxardırıq. Və artıq bizim balansımız 10.000 olduqda bizim istifadə elədiyimiz bizim 10.000 balans olduqda bizim istifadə elədiyimiz 0,10 olur. Yəni balansın 1%-nə uyğun qızılda 0,10 lotla giririksə onda biz artıq 10.000-i 20.000 eləməyi bizə dayacaq tez bir zaman. Arada 0,20 istifadə eləyə bilərik. Tez. Və balansımız bizim artıq 100.000-ə gəlib çatsa, bu da bizə şərait yaradır ki 1 lotla əməliyyat açaq. Yəni 100.000 olsa balansımız biz bir lotla əməliyyat açırıq. Yenə də qaydanı pozmuruq. Çünki orada deyilib qayda pozmuruq. Stopumuzu təyin edirik. 1% stopumuzu təyin edirik. Qutardı. Bizim yenə də 10.000-də 100 dənə şansımız olur. Gördünüzmü? Çox sadə və necə deyim, anlayası bir üsuldur bu. Sizə gedib win rate-ini axtarırsınız insanlara. Mən isə tarixcə bir sual verir. Tez balansını qaldıran bir insanların win rate-i elə də böyük olmur. Çünki onlar yuxarıda tutalım ki pozisiya yığırlarsa, düşüm gedir pozisiya. Buradan bir açdı, buradan bir açdı, buradan bir açdı, buradan bir açdı, düşür. Burada hər dəfə müəyyən bir məsafədən açır və buradan müəyyən məsələn birinci döngə buraydı. Fikirləşirdi ki dönəcək. Bu hissələrdə biraz 2-3 dənə çox vurur. Belə deyək. Sonra təzədən dönmür, təzədən qayıdır. Başa düşün. Arada istəsə birin ikisini bağlaya bilər məsəl üçün burada. Təzədən belə düşüş. Buradakılar da əgər bağlamayıbsa ona mənfi yazırsa, burada düşdükcə təzədən bay pozisiya yığımıdır. Və burada da biraz çoxlu vurur. Buradan qayıtdı və müəyyən qədər ola bilsin ki, buracan qayıtmasın. Buradan belə düşüş versin. Onda buradakılar ona mənfi qazandıracaq. Onda bütün pozisiyanın hamısını bağladıqda buradakılar ona mənfi qazandıracaq. Və ona da imkan verməyəcək. Statistikada baxanda sən onda win rate uzaq başı yaxşısı 70% görəcəksən. Bunu mən demirəm. Bunu statistika deyir. O insan win rate 70% olacaq. Çünki və yaxud da tərsinə pozisiya tutalım ki, bu nöqtədən dönə bilər və bu nöqtədən dönə bilər və yaxud da bu nöqtədən dönə bilər. Qiymət gəldikcə mən fikirləşən bura yaxın sell ola bilər ki, tez dönsün, yəni sell verirəm. Qiymət gəldi, burada bir balaca oynadı. Buradan bir iki dənə sell verdi və düşmək istədi, təzədən getdi. İndi bu pozisiyadır, belə deyək. Gəldi. Mən bununla sell verdim. Burada təzədən bir neçə dənə çox verdim ki, bir balaca düşüşdə mən burayla, birdən buraya və təzədən düşmək istədi, getdi bura. Baba, gəldi sell və buradan düşdü. Mən buradan sell düşdü, amma buradan gəlmədi o. Gəldi, baba, buradan belə dönmə getdi. Mən bunların sayəsində ya başa-baş çıxıram, əgər burada lap çoxlu vurmuşamsa, burada çoxlu vurmuşamsa, bunlar buranın mənfisini pakrivat eləyir. Yəni, balans məndə müsbət göstərir. Yəni, məni qazanc göstərir. Buranın plusları
mənim mənfilərimi pakrat eləyin. Yəni minusla plus toplanır. Hansı çoxdursa ona da üstünlük verin. Bir plus var, mən plusdur. Amma gəl ki, option win rate-ə baxsan, mən ümumiyyətcə görürəm ki, sonra qiymət belə gedə bilər. Mən bütün hamısını bağlayıram və bağlayıramsa, onda bu mənfiləri mən hara yazım, hansı dəftərə yazım. Ona görə win rate eləyir 70%. Bu pozisiya yıxımıdır, bu bir. İkinci bir addım. İndi isə izah elədim ki, stopla işləyirik. Stop məsafəsini qoyuruq. Hər bir pozisiyada biz təyin edirik ki, maksimum aça biləcəyimiz məsafə nə qədərdir? 100 pip. 100 pipdən artıq bizim stopumuz olmur. Məsələn üçün $1000 balansına. İndi hamısında 100 olmur, eləsində olur $6, yəni 60 pip, eləsində olur $7, 70 pip və s. İndi biz maksimum 10, yəni maksimum 10 100 tutub istifadə edərik. $1000 balans qızılda, yəni bizim 1%, 0.01 nəzərdə tuturam. İndi bu nə deməkdir? Orada deyim maksimum hələ 2% istifadə edəcək. Hələ gəlin biz 1%. Balansımız artdıqca lotun yəni açacağımız lotun dəyəri də artır. Açacağımız lotun dəyəri artdıqda bizi də çox qazandırır. Yəni bunun sayəsində biz qazana gedirik. Yəni də biz disiplinli, stabilliyi gözləyirik. Bu bir, ondan əlavə. Axmaq kimi hardan gəldi açmırıq əməliyyatı. Şam yuxarı gedirsə yuxarı açım, aşağı düşmək istəyində aşağı vurup, yox. Sən fikirləşdiyin nöqtələrdir. Buranı fikirləşsənsə, buranı fikirləşsənsə, buranı fikirləşsən. Burada stop oldunsa, burada da yolun yarısında əməliyyat açmısan. Deməyim odur. Ona görə çalışın ki, win rate-ə aldanmayın. O vaxtı copy tradingdə bir insan mənə sual verir ki, hansı bir insana biz qoşulaq copy traderdə. İnsan vardı 93, 94, 90, 89 win rate vardı. Mən də kriptovardan adını çəkmişəm. Mən getdim, araşdırdım, elədim. Ona görə müəyyən hissə biz danışmışdıq, müəyyən bir, yəni və gətirdim insanlara 65 win rate olan bir insan göstərdim. Söz insanlara, yəni ki, hansılar ki, mənə müraciət edim. Mənə güldürə dedilər, sən başın xarabdır, gitsənsə. Mənə dedilər, sən dupoy, səni dupoy. 93 win rate qalıb, 91 qalıb, 89 qalıb, 88 qalıb, sən bizə 65% win rate göstərdirsən ki, onun copy tradinginə qoşular. Sən başın xarabdır, nədir, gitsənsən nəsə. Biz pulumuzu itirmək üçün gətirmişik bura. Biz sənə məsləhət almaq istədik, amma sən bizi apardın, çuxura salmaq. Dedim, gedin özünüz, yaxşısa da yaxşı yol. Amma biri aralarında qatil deyir ki, qardaş, atacağım $200 o insan copy tradinginə qoyacağım. Mən sənə inanıram. Dedinsə, olur. Bir ay çəkmədi, həmən onların seçdikləri qabaqda gedən, öndə gedən insan lig oldu. Amma bu bizi qəşəng qazançlara çıxdı. Onların çıxdığı qazançdan da çox qazanırsa, hələ bəlkə də indinin özünəcən də qazanır. Səbəb, win rate-ə aldanmayın. İnsanın atdığı addımı, insan hansı zamanda nə qədər qalxıb onu analiz edirsə, çətin də onu biraz analiz eləmək. 5 gün, 6 gün vaxtın gedir analiz. Kimə qoşulum, hansı copy tradingə qoşulum. Amma bizdə nə edirlər? Win rate neçədir, win rate neçədir? Baxım, win rate zıp idi. 3 həftədən sonra zıp lig oldu, getdi. Gəl sənin 90 neçə win rate'in, 80 neçə win rate'in. Səbəb, insanlar düzgün trader'i seçə bilmirlər. Like vurun, bölüşün videonu, paylaşın. Onsuz da mənim videolarımı bəyənən yoxdur, heç kimin xoşuna gəlmir, hamısının zəhləsi gedir ki, harada ki şeylər var, gəl belə bizə sən danışasın. Hansı ki qulaq asanlar var, gedib məşq edənlər var, sifariş blokunu öyrənənlər var, trendline strategiyası məndə öyrənənlər var, nə bilim gedib o
dəstək və müqaviməti öyrənən, formasyonları öyrənən, şampatını öyrənən gəlib yazanlar var ki, çox alacaqsan. IQ-su yuxarı olan insanlar. Hansı ki öyrənmək istəyir ki, Allah canı sağ eləsin, sənin sayəndə biz falan qədər öyrəndik.